bizim üçün yaxşı başladı. Yaxşı təhlükəli hücumlarımız var idi. Və birinci hissənin ortalarında Montel'in uzaqdan vurduğu zərbə ilə rəqib hesabda irəli çıxdı. O dəqiqələrdən sonra bir 5-10 dəqiqə oyunumuzda eniş oldu. Rəqib daha üstün, açıq-aşkar üstün idi o dəqiqələrdə. Hətta ikinci qolda belə vura bilərdi. Qapı tirindən dönən top var idi. Sonra hissənin sonlarına yaxın bizim üçün oyun daha yaxşı keçdi. İkinci hissənin əvvəllərində ikinci qolu buraxdıq. Artıq 2-0-dan sonra oyunu dəyişmək çətin idi, amma əvəzində planlaşdırdığımız dəyişikliklər var idi hücum planında və müəyyən effektin verdi. Hesab 2-1 oldu və ondan sonra 15-20 dəqiqə düşünürdük ki, rəqib baskı altında bəlkə hesabı bərabərləşdirmə imkanlarımız olacaq, fürsətimiz olacaq ki, rəqib böyük güvə ilə irəli atıldı, dərhal 3-cü qol vurdu. Ondan sonra artıq mübarizə aparmaq çətin idi. Bugün həqiqətən də meydanda yaxşı Qarabağ vardı, güclü bir Qarabağ vardı, sürətli oynayan, gözəl kombinasiyalar quran bir Qarabağ var idi, amma futbolçularım əllərindən gələn ən yaxşısını eləməyə çalışırdılar, rəqibə qarşı mübarizə eləməyə çalışırdılar, hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı. Ümumən götürsən oyun təbii olaraq Qarabağın dominantlığı ilə keçirdi, amma bizim də futbolçular yaxşı əzmkarlıq aparırdılar, yaxşı hücumlar qurmağa çalışırdılar, hətta 2-0-da ruhdan düşmədilər, 3-1-də ruhdan düşmədilər, oyunu qurtarmağa çalışırdılar, ən azı bir xal qazanmağa çalışırdıq, amma təəssüflər olsun ki, alınmadı. Bu cür Qarabağa qarşı uğur qazanmaq üçün, yaxşı nəticə əldə eləmək üçün gərək hər şey uğurlu alınsın. Rəqibin yaratdığı qol epizodlar qaçırsın və yaxud sənin yaratdığın qol epizodlardan təhlükəli hücumlardan 3-dən 2-sə heç olmasa qolla nəticələnsin ki, sonuçda sən Qarabağa qarşı oyundan uğurlu nəticənin ayrıla biləsən. Məhz bizə qarşı ən yaxşı formada olan bir Qarabağ var idi ki, hamımız bilirik neçə vaxt sıx qrafikdə idilər və artıq bundan öncəki turdan son turda da öz böyük ustalıqlarını, güclü formalarını göstərdilər ki, artıq bütün fikirləri çempionatda və yüksək forma göstərən bir Qarabağ var. Yəni deyirəm, bu tip oyunlardan uğurlu nəticənin ayrılmaq üçün gərək hər şey sənin üçün həmən günü uğurlu alınsın, amma təəssüflər olsun ki, bu gün o bizdə alınmadı. Suallar? Rəşad, düşünmürsən ki, komandan yəni ikinci hücumçu olsaydı fərqli nəticə ola bilərdi? Çünki izləyən epizodları olurdu, yəni gözlənilenden daha yaxşı çıxış edirdi komanda, daha çox epizodlara girirdi. Yəni heyətdə daha effektiv futbolçular olsaydı bugün fərqli nəticə qazanırlardı. Biraz yəni hücum fərqli. Təbii olaraq, yəni ümumən tək söhbət bu oyundan getmir. Ümumən çempionatdan hamı istəyir ki, hər şeyin daha yaxşısı olsun. Yəni futbolçular da istəyir daha yaxşı klublarda oynasın. Hamı istəyir ki, yəni hamı da istəyir ki, burada daha yaxşı məşqçi işləsin. Mən də istəyirəm daha yaxşı futbol. O hamımız onu istəyirik. Ümumən mən futbolçularından razıyam və bugün göstərdikləri çıxışdan oyun planına sadiq qalırdılar. Tamamən birinci zonda müdafiə qurub, rəqibi əks hücumlarda uzun hava ötürmələrindən sonra dönən toplardan təhlükəli olmağa çalışırdıq. Standart vəziyyətlərdə təhlükəli olmaq istirdik. Ümumən futbolçulara verilən tapşırıqları yaxşı səviyyədə yerinə yetirdilər. Suallar? Apreldə sıx qrafik gözləyir. Bu sənə tutan qazananlar. Səncə sizə komanda hazırlaşacaq, hazır olacaq? İnanırsınız, yəni o milli aradan sonraki sıx qrafik, bir-birindən önəmli oyunlar daima ağlımdadır və bəzən də elədiyim rotasiyalarda çalışırıq ki, zədəli futbolçular da formasını yığa bilsin. Yəni bugün biz çox ciddi itkilərlə oynayırıq. Cibril isə yəni uzun zamandır ki, Qubadakı aldığı zədədən sonra, o Qubadakı meydançıda aldığı zədədən sonra hələ də Cibril isə yoxdur. Cəmi bir oyun kubok oyununda Neftçi ilə 90 dəqiqə oynadı, bitdi, getdi. Yəni bu adam 5 aydır, 6 aydır heç cür bərpa ola bilmir. Digər tərəfdən Konate zədədən sonradır. İdeal formada olmasa da yenə də çalışırıq keçən oyun, bu oyun şans verəcək, Konate formasını yıxsın, bizim üçün önəmli oyuncudur. Digər tərəfdən Qismət 5 gündür qızdırma içində yatır. Bugün Qismətin yoxluğu da içində yaxşı formadadır. Hacı da onun yerinə girən yaxşı oyunculardır, amma oyun praktikaları az olduğuna görə Qarabağ kimi oyunda yəni yüksək oyun nümayiş etdirmək biraz çətin olur. Yəni elementar Qisməti bugün yerini doldurma bizə çətin idi. Və o yüzden də bütün oyuncuları çalışırıq ki, prosesdə
iştirak eləsinlər ki, biz başa düşürük ki, milli aradan sonra bizim üçün həlledici perioda girəcək. İstər kubok, istər çempionat oyunları. İndi Karvanla səfər oyununa gedirik. Karvan dünən Araz Naxçıvana qarşı çox yaxşı oyunu nümayiş etdirdi. Günü-gündən də komanda artımdadır. O yüzden başa düşürük ki, biri-birindən gərgin və vacib oyunlar gözləyir bizi və futbolçuların formada olması, sağlam olması bizim üçün həlledici bir məqam olacaq. Özümə oyunda əslində belki də o qədər o epizodlara gərginlik olmadı, amma iki dənə çox belə diqqətdən qaçmayacaq penalti epizodu var idi. 0-0 olanda təbii ki, belə olsaydı, elə olsaydı demirəm, amma yəni 0-0 Qarabağ üçün qalıb ikisi çox yəni itilməməli idilər. Hesab yəni penalti təyin olsaydı 1-0 önə keçsəydi, bəlkə də proseslər başqa cür davam edəcəkdi. O daha çox penaltiyə oxşuyurdu sizdə, yəni nəyə eləyir epizodunda və ümumiyyətlə o epizodla bağlı sizin şərhiniz necədir? Mən ümumən soyunub geyinmə otağında kiçik telefonda baxdım epizodlara. Mənə görə hər ikisi də penaltidir. İndi o penaltilər nəticəyə nə qədər təsir eləyərdi, o başqa bir sualdır. 25-ci dəqiqədir. Qarabağla 1-0 irəli çıxırsan hesabda. Təbii olaraq üzərlərində baskı olacaqdı, amma Qarabağ kimi komanda oradan da oyunu çevirə bilər. Amma bizim üçün bir üstünlük olacaq, çünki oyuna çox fəal başlamışdıq. Futbolçular daha inamlı olacaqdı, daha güvənli olacaqdı. Rəqib daha çox baskı altında olacaqdı. İkinci isə 86-cı dəqiqə idi. İkinci, yəni qol vursan 3-2, yenə də Qarabağ baskı altında olacaqdı. Nəsə ola bilərdi, amma ki, illa ki bu penaltilərdə oyunun gedişatına təsir edəcəkdi, yoxsa yox, bilmirəm. Yəni, maraqlı olan odur ki, mən əminəm ki, indi şərhlərdə, epizodları şərh etdikdə haqq qazandırılacaq. Amma digər tərəfdən də düşünürəm ki, hər iki epizodda da penalti versəydi, yəni şərhlər olacaqdı ki, penaltidir. Bax, ən çox bu günləri açığı bu var, son zamanlar bu epizodların şərhləri adamı o baxımdan məyus edir ki, yəni mən əminəm ki, bugün başqa bir oyunda, Zira Qarabağ oyunu deyil, başqa bir oyunda bu iki penalti verilsəydi, 2 gün sonra şərh veriləcəkdi ki, penaltidir. Mən buna əminəm. Verilmədi, indi əminəm ki, deyəcəklər ki, penalti deyil. Yəni, ona görə siz yəni, o artıq qalır hakimlərin qərarına. Fərid Hacıyev, Nicat İsmayıllı, yəni zaten əvvəlki oyunlarda, Zirənin oyunlarında hər zaman mübahisəyə açıq epizodlarla bağlı qərarları olub. Bu gün də bu tandem yenə də bu iki epizodda mübahisəyə açıq qərarlardır. Hər ikisi də. Bir epizod oldu. Siz bildirdiniz ki, bu qarasın. Yəni başa zərbə varsa təbii ki, bu qayda qanunda var. Yəni növbəti əvəz etməyə icazə verilməlidir. Yəni o diskusiya mənim çox maraqlıdır, çünki yuqarı dediklərini eşitməm. Ola bilərmi siz onu deyirsiniz ki, yəni mən bildirdim ki, mən buna eşitdim və bir ildə, son bir ildə bir qayda qəbul oldu və Türkiyə çempionatında şahid olmuşam ki, başından zərbə alır, bir əvəz etmə icazə verilir və paralel olaraq rəqib komandada icazə verilir. Artıq rəqib komanda 6-cı oyuncu buraxa bilər. Mən o sualı verdim, Aydına dedim, isinsin. Vüqar bəy mənə dedi ki, yox olmaz. Dedim, necə bu qayda ümumidə? Dedi, yox, o məhz bu qayda reglamentlə bağlıdır. Çempionatın reglamentində yəni, qəbul olunmalıdır. Bizdə yoxdur. Mən onu açıq, mənə sual açıq qaldı ki, yəni məhz o qaydaya xüsusi olaraq qaydalar ümumidir, yoxsa bəzi hakim qərarları, qaydalar xüsusi olur çempionata görə, bilmədim. Onu özümə də maraqlıdır, araşdıracağam. Zirə həmişə çempionatda digər komandalardan legioner almağı ilə fərqlənir. İndi də mövsüm ərzində artıq 24 tur yerdə qaldı. Aramızda olan futbolçular var, başqa klublarda. Yox, hal-hazırda vaxtda düşünmürük, qəti şəkildə. Qəti şəkildə düşünmürük. Hal-hazırda bütün köklənmişik sezonun ən vacib periodu başlayıb artıq bizim üçün 3-cü devrə Kəpəz, Qarabağ oyunları ilə başlayıb, Kubokun yarı finalları. Artıq sezon bitdikdən sonra duruma görə ona uyğun artıq qərarlar olacaq. Bəyəndiyiniz futbolçular var, istəyirsiniz? Çox, çempionatımızda çox bəyəndiyim oyuncular var. Bəli. Xüsusilə də o 5-də 6-lıqda olan komandaların bir çox oyuncularını, bir futbolçulara çox bəyənirəm. Komis zədələndi bizdə. Sumqayıtla 75-ci dəqiqədə yazıcısı dəyişiklik oldu. Bəlkə Karvanın oyunda bilməm 15-20 dəqiqə oynaya bilər yoxsa yox, amma daha çox görsənən odur ki, milli aradan sonra başlayacaq komandaya. Son dövrdə ev oyunları sanki qələbə yoxdur və 4-cü yer hansı ki, Mustafa vəsiqədir. Komanda qiyməti böyükdür. Gərginlik ola bilər mi komandada bu 4-cü yer olacaq? Çünki Araz oldu, neçə olsa yaxınlaşır. Yəni təbii olaraq bu yarışdır. Hardasa biz udacağıq, hardasa onlar udacaq. Ümumən qış fasiləsindən sonra düşünürəm ki, komandamız
pis çıxış eləmir nəticə baxımından xüsusilə. Yeganə qəbul etməliyik ki, Kəpəzlə oyun həm oyun baxımından belə baxanda oyuna çox yaxşı başladıq, sürətli başladıq, gol vurduq, amma ondan sonra komandanın oyununda bir eniş oldu. Təhlillərdə də bunu diqqət yetirsin. Sonra ikinci hissəni fəal başlayırıq, gol buraxırıq. Ondan sonra futbolçularda stres yaranır. Həm nəticə olaraq, həm oyun olaraq Kəpəzlə oyun yeganə oyundur ki, hansında mən də məmnun deyiləm və o oyunla bağlı tənqidlərə də razıyam. Amma digər oyunlarda 4-də 1 mərhələni keçmişik, Araz üzərində vacib qələbə qazanmışıq, Sumqayıt üzərində çempionatda qələbə qazanmışıq, Karvanla çox ağır oyun keçdi, qələbə qazandıq, Neftçi ilə səfərdə bərabərə qaldıq. Məğlub olduğumuz oyunlar Sabah, Turan, bu günlərdə Qarabağdır. Bu oyunlarda da əlimizdən gələn eləmişik ki, oradan da xallarla ayrılaq, amma həmin oyunlarda rəqib bizdən daha yaxşı olub və burada da hər şey təbiidir, normaldır. Biz ümumən klub olaraq bizim bu yeni limitə adaptasiya olmağa görsən olur ki, ehtiyacımız var və bugün biz aşağı-yuxarı bütün oyunlara eyni limitlə çıxırıq. Bir dənə yeganə fərq, yəni Aydının qapıda yox, Silvanın olmasıdır. Amma yenə də hər oyun bizdə 3, 4 yerli futbolçular oynayır, amma rəqiblər baxsan daha çox xüsusilə Avrokubok oynayan rəqiblər Araz Naxçıvana çıxmaq şərti ilə 10, 11, 9 legionerlərlə mübarizə aparırlar ki, bu da bizim üçün belə deyək, növbəti illər üçün yaxşı bir necə istədim, yaxşı bir dərs oldu deyim, yoxsa necə deyim, düzgün anlaşılsın. Bu yeni limitə adaptasiya olmağa görsən odur ki, Zirənin vaxta ehtiyacı var. Onunla bağlı bir sual məsələn. Artıq Zirə neçə illərdir bu 50 büdcənin ikinci yeri, Avrokuboklarda mərhələ adlamaqla. Bunu artıq bu büdcəni bazar sizcə Zirəyə daha böyük büdcənin artırılmasının zamanı saxlayır. Hamı istəyər, təbii olaraq mən istəyirəm ki, büdcəmiz daha çox olsun. Rəhbərlik də əminəm ki, bunu istəyir. Amma müəyyən şeylər var ki, nələrsə alınır, nələrsə alınmır. Amma ən vacib olan ki, komanda stabildir. Komandanın bu günə qədər 12 ildir fəaliyyət göstərir, bir qəpik kiməsə borcu yoxdur. Hamıya qarşı hər zaman ədalətli olub, işçilərinə qarşı, futbolçularına qarşı. Yaydan bəzi şeylər əslində təhlil etsəm məlum idi. Rəqib komandaların, rəqabətdə olduğumuz rəqib komandaların apardığı seleksiya, yəni biz müəyyən məqamlarda istədiyimiz transferləri eləyə bilmədik. Yəni bu bəzi gedişatlar artıq yaydan bəlli idi. Komandaların çempionata necə iddialı hazırlaşması, elədiyi transferlərini, apardıqları seleksiya ilə. Bu futbolda mütəmadi olaraq belə hallar baş verir və bugün ən vacib olan odur ki, sonuna qədər mübarizəmizi aparmaq, rəqabətə tab gətirmək, ilk növbədə Avrokuboka düşmək Allahın köməyi ilə, amma inandırım siz sezon əvvəli rəhbəri bizim qarşımıza Avrokuboka düşmək kimi bir hədəf qoymamışdı. Görüşlərimizdə də, danışıqlarımızda da mübarizə aparın, onlar lap yaxşı olmaz, biz başa düşürük, rəqiblərin ayırdığı büdcələri və apardığı seleksiyanı biz də görürük və o yüzden də biz çalışırıq mümkün şəraitin ən yaxşısını eləməyə, əlimizdə olan ən yaxşısını eləməyə çalışırıq və inşallah ki, inanıram ki, sezonun sonu qarşımıza qoyduğumuz əsas belə deyək, mən məşqçi və məşqçi heyətim, futbolçular biz Avrokuboka düşmək istəyirik. Biz qarşımıza bu hədəfi qoymuşuq və istəyirik ki, istər azarkeşlərimizi, istər rəhbərimizi, özümüzü ilk növbədə bu yöndə sevindirək. Nə dərəcədə alınacaq, alınmayacaq bilmirik. Başa düşürük Arazın gücünü, Neftçinin gücünü, Sumqayıt, Şamaxı artıq yaxınlaşdı Avrokubok zonasına mübarizə aparan komandalarla Turanın gücünü başa düşürük. O yüzden də əlimizdən gələn edəcək ki, inşallah Avrokuboka düşən komandanın biri də biz olaq.